endirim də olunur dedikdə bazara yeni çıxmış maşınlara görə köhnə maşınların qiymətinə əməli başlayanı təsir göstərir bu yeni maşınlar. Məsəl üçün, köhnə maşınlardan F10-ları nəzərdə tutmaq olar, BMW F10 modelləri. 2012-ci ilin maşınıdır, məsəl üçün, keçən ilə nisbətən qiymətində 3000-4000 endirim olunur maşının qiymətinə. 28 minlik, 27 minlik maşın artıq 23 bin, 24 bin məbləğində satışa çıxır. Digər hansı maşınlarda bu endirim müşahidə olunur? Digər hansı maşınlarda, məsəl üçün, daha ucuz segmentdə olan maşınlarda qiymət, məsəl üçün, köhnə Sovet maşınlarında deyək, Sovet maşınlarında endirim çox olur. Alıcılar daha çox hansı model maşınlara üstünlük verirlər? Daha çox ekonom model maşınlara üstünlük verirlər. Məsəl üçün, Kia Ceed-dir, i30-dur, Kia Rio-dur, belə modellərə üstünlük verirlər. Minimal avtomobillərin qiymətləri hansı civarda dolaşır, minimal, maksimal? Minimal, maksimal 4000-dən başlayaraq 400 bin aralığında qiymətlər dəyişir. Artıq bir neçə evr avtomobil fəaliyyətində kənd təsərrüfat vasitələrində satışa çıxıbdır. Məsəl üçün, onların əlavə qurğuları da var satışda. Qiymətlər aralığı da məsəl üçün, əlavə qurğular üçün 3500 manatdan başlayaraq dəyişir. Texnikalar isə 27083 manatdan başlayaraq 107 min manata qədər qiymət artırırlar. Yəni, qiymətləri bu aralıqda yerləşir.